Bayramı, Yenicin bayramı, Bahar bayramı əsasən İran mədəniyyəti və digər türk mənşəli xalqlar arasında paylaşılmış bayramdır. Novruz bayramı martın 20-sindən və ya 21-dən başlamış 25-nə qədər qeyd olunur. Qədim şərq ölkələrində Novruz bayramı yazın gəlməsi, baharın gəlməsi, təbiətin güclənməsi münasibəti ilə böyük şənliklərlə qeyd olunurdu. Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyəti tərəfindən böyük əhəmiyyət göstərilir. 4 çərşənbəmiz var: su, ot, yer, torpaq çərşənbəsi. Su çərşənbəsində bahara doğru buzlar əriyir, çayların donu açılır. Torpaq ağaclarla birlikdə canlanır. Ot çərşənbəsində bahara doğru günəş torpağı qızdırır, isindirir, onu yaratmağa hazırlar. Ot çərşənbəsində tonqallar qalayırlar. Üçüncüsü isə yer çərşənbəsidir. Yəni yer təzə oyanmış torpağı tərpədir, dumurcuqlanan ağacları yellədir. Dördüncüsü torpaq çərşənbəsidir. Ana təbiət torpağı su ilə islatdı, günəşlə qızdırdı, onu yaratmağa hazırladı. Yaşlı qadınlar səməni, saxla məni, ildə göyərdərən səni deyib buğda isladardılar. İnsanlar bulaqların, çayların başına gələrdilər. Suyun üzərindən tullanardılar, oradan su götürərdilər və suyu diləklərini, istəklərini danışardılar. Axır çərşənbədə evlərdə şam yandırardılar, xonça düzəldərdilər və yumurta döyüşdürərdilər. Axır çərşənbə Novruzdan əvvəlki çərşənbənin adıdır. Axır çərşənbədə evdən heç kimsəyə pay verilməzdi. Əgər verilsəydi, evin ürsi bərəkəti verilmiş sayılardı. Deyilənə görə də axır çərşənbə necə keçərsə, il o cür keçərmiş. Axır çərşənbədə heç kimsə küsülü qalmazdı. Küsülü qalanlarında ağsaqqallar yığışıb barışdırardı. Novruz bayramında bişirilməsi mütləq olan şirniyyatlar badam-bura, şəkər-bura, paxlava və qoğaldır. Çosa və kəsəl Novruz atributlarıdır. Çosa yazı, keçə isə qışı ifadə edir. Çosa və keçəl Novruz bayramlarında şəhərin müxtəlif yerlərində xüsusi konsertlər verərək cəmaət əyləndirir.